1992-ci il təvəllüdlü hamilə qadın 9 fevral 2026-cı il tarixində tibbi müəssisənin doğum şöbəsinə yerləşdirilib. Pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı zamanı üçəmlərin doğuş prosesi uğurla icra olunub. Onlardan ikisinin çəkisi 2 kiloqram, birinin çəkisi isə 2 kiloqram 100 qram olub. Boyları isə müvafiq olaraq 40, 41 və 42 sm təşkil edib. Yeni doğulanlardan ikisi oğlan, biri qızdır. Əvvəl bir dənə tək olub, bir oğlum olub, sonra əkiz olub, bir oğlum, bir qızım. Sonra da bir dənə sürprizimiz olub, 2 oğlan, bir qız. Uşaqlar da yaxşıdır, hamısı, vəziyyətlər də yaxşıdır. İnşallah günləri çıxardırıq, nəhayət ki, bizə qovuşuruq onlara. Ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Onlar fevralın 13-də həkim nəzarəti ilə evə buraxılıb. Bu xoş günə daha çox sevinənlərsə təbii ki, nənələr olub. Allah'ım ne kısmet olsun. Sağlam atalı, analı evladı inşallah. Xeyirli evladı olsunlar, elimizdə olanlar. Qeyd edək ki, 1992-ci il təvəllüdlü qadının üçəmlərə qədər 2 oğlan və 1 qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından 1 qız və 1 oğlan övladı əkiz olaraq dünyaya gəlib. Onlar 2017-ci ildə ailə həyatı qurublar.